Salam, hər vaxtınız xeyir, əziz şagirdlər, əziz abituriyentlər. Bildiyiniz kimi bugün OTK-da 9-cu siniflər üzrə, yəni 12-si, ayın 12-si 9-cu siniflər üzrə sınaq imtahanı keçirildi. Bu sınaq imtahanının izahını verəcəm bugün. Listening hələ paylaşılmayıb. Reading və qrammatikanın izahını verəcəm, cavablarını yazacağıq. İlk öncə bu sınavın PDF formasını Telegram kanalında paylaşacağım. YouTube'da videonun aşağı hissəsində link yerləşdirəcəm. Oradan daxil olub hər üç fənni, həm Azərbaycan dilini, həm riyaziyyat, həm də ingilis dilini əldə edib işləyə bilərsiniz. Kanala abunə olmağı unutmuruq. Bu videoların, ümumiyyətlə sınaqların izahları, eləcə də PDF formaların tez bir zamanda əldə etmək istəyirsinizsə, mütləq kanala abunə oluruq. Başlayırıq ingilis dilinin birinci sualından. Qrammatika verilibdir burada. 56-cı suala baxaq. Feeling sure about yourself and believing you can do the things well. Hər hansısa bir şeyi edə biləcəyinə inanmaq, özünə əmin olmaq, bu arxayınlıq, inam deməkdir. Confidence A bəndə olur 56-da. Definition sualı verilibdir. 57-yə baxaq. Bizdən possessive case istəyir, yəni yəli hal istəyir. A bəndinə fikir verin, apostrof S və yaxud da S apostrof yoxdur. Yoxdursa yəli haldan söhbət gedə bilməz. B bəndində apostroflu ifadənin qabağına miqdar sayı qoyuramsa, birdən yuxarı S apostrof olmalı idi. Bunu da çıxırıq. Həm sözü bədən üzvü olduğuna görə verilmiş isimlərin hər birinə apostrof S qoymaq lazım idi. Bu da səhvdir. Həmçinin FU ifadəsindən sonra da cəm isim gəlir, S apostrof olmalı idi. Burada cavabımız olur Y bəndə 57-də. 58-ə baxaq. Article testidir. There is, zeradan sonra ümumiyyətlə there is və yaxud da there was verilirsə və sayılan tək isim gəlibsə, biz onun qarşısına the article qoymuruq, an article qoyuruq. An article-ondan da hansı biri olduğunu seçmək üçün answer sözü saitlə tələffüz olunur deyə biz bura an qoymalıyıq. İkinci tərəfdə də eyni şəkildə researcher sözü samitlə tələffüz olunur. Biz bunun qabağına an qoya bilmərik təbii ki. Cavabımız olacaq D bəndi. 59-a baxaq. Cəm ismi istəyir bizdən. Cəm isim işlənmiş cümləni. Burada scenery təkdədir, adjournda təkdədir, desk təkdədir, bunları çıxarıq. These series deyir. Burada series sözü cəmdə olduğuna görə elə C bəndi düzgün cavabımız olacaq. Həmçinin digər variantlarda da furniture-dir, room-dur, luggage-dir, station-dur, bunlar isimlərimizdir və tək isimlərdir. 60-da altından xətt çəkilmiş sözün sinonimini istəyir. Relationship, əlaqə, münasibət deməkdir. Əlaqə sözünə connection deyə bilərik. Bu da sadəcə lüğət bazası istəyən sualdır. O da A bəndində sinonim verilibdir. 61-ci suala baxaq. Compound noun deyir, mürəkkəb isim deyir. Burada resonance, dözümlülük, müqavimət deməkdir. İsim üzərindən şəkilçi var. Ment isim üzərindən şəkilçidir. Behave, davranış isim üzərindən şəkilçi var. D bəndində backpack, bel çantası. Burada iki söz var. Timetable, bu da iki sözdür. Environment sözündə də isim üzərindən şəkilçi görürük. Cavabımız olur burada D bəndi. 62-yə baxaq. Explanations cəm isim verilib, kəmiyyət göstəriciləri mövzusudur. Cəm isim verilibsə, kəmiyyət göstəricilərdən buradan much və little genəldə işlənir sayılmayan isimlərdən. Düzdür, little balaca mənasında sayılan cəm isimin qabağında verilə bilər, amma balaca izahlar genəldə məna baxımından uyğun gəlmir. Burada cavabımız elə FU-dan sonra cəm isim gələr, a lot of-dan sonra sayılan cəm isim verə bilərik. Cavabımız olur A bəndi. 63-ə baxaq, yenə possessive case, yəni yəli hal istəyir bizdən. A bəndində The Engineers Project deyir, A bəndi qalsın, digər variantlara baxaq. These act-ə, these sözündən sonra, those sözündən sonra cəm isim gəldiyinə görə act sözü burada S apostrof olmalı idi. Bunu çıxarıq. Həmçinin burada da those verilirdi, S apostrof olmalıdır. Bu 5 hərfli işarə vəziləri özlərindən sonra cəm isim istəyir. Boş apostrof deyə bir şey yoxdur uşaqlar. Apostrofun sağında solunda biz bilirik ki, nə olmalıdır? S olmalıdır. Həmçinin bu 4 hərfli this-dən sonra amma tək isim gəlməlidir. Building apostrof S olmalıydı. Cavabımız elə ona görə də A bəndidir. 64-ə baxaq. Sayılmayan isimləri istəyir bizdən.
A bənində car sayılır, book sayılır, notebook sayılır. Bir də cat sözü sayılır. D bəndində weather mücərrəd isimdir. Furniture mebel sayılmayan isimdir. Wisdom da yenə mücərrəd isimdir və bunlar ağıl, dərrakə deməkdir. Müdriklik sayılmayan isimlərdir. D bəndi olur. Davam edirik. 65-ci sual yenə article testidir. The Nile is the longest. Longest sifətin üstünlük dərəcəsi olduğuna görə D artiklı qoyacağım. World sözü də vahid olan cisimlərdəndir. D artikli ilə işlənir. Cavabımız olar C bəndi. 66-da Matt the words to the definition deyir. Yəni isimləri mənaları ilə uyğunlaşdıracaq definitionları. To be fluent in səlis danışmaq, sərbəst, səlis deməkdir, fluent. Essential, vacib, zəruri deməkdir. Connected də əlaqəli deməkdir. Something very important and necessary, çox vacib, önəmli nəsə, bu essential olar, A bəndi. Able to speak a language easily and well, yəni hansısa bir dili asanlıqla, səlis, yaxşı şəkildə danışa bilmək, bu fluent, səlis deməkdir elə. Yəni 1-ə B olar. Linked or related to something, nəyinəsə bağlı olmaq, əlaqəli olmaq. Connected ilə əlaqəli deməkdir. 3-ə C olur. 1B, 2A, 3C olan variantımız C bəndinə uyğun gəlir. Davam edək. 67-də tək isimlər olan cümlə istəyirsə bizdən sentence burada cəmdədir. Equipment burada B bəndi. Təkdə olan isimdir. Təchizat deməkdir. Giz sözü cəmdədir. Auction cəmdədir. Newcomers cəmdədir. B bəndi olar. 68-də də bizdən pairs of antonyms deyir. Antonimlər cütünü istəyir bizdən. Rapid, fast, ikisi də sürətli deməkdir. Bunlar ikisi də sinonimdir. Large, tiny. Böyük, balaca. Bunlar antonimdir. Brave, courageous. İkisi də cəsur deməkdir. Sinonim olar. Cheerful, sorrowful. Şən, kədərli. Bu antonim olar. Intelligent, smart. Ağıllı deməkdir. İkisi də sinonim olar. Cavabımız 2-4 olur antonimlər. Davam edirik. Short textlərlə baxaq görək. 69-da nə deyir? Deməli, Dear Mr. Harris, əziz cənab Harris, I'm writing to inform you that our school choir will visit your music center next Friday. Sizə yazıb məlumat vermək istəyirəm ki, bizim məktəb gələn 5-ci gün sizin musiqi mərkəzinizə baş çəkəcək, bizim məktəbin xoru. The students are excited to see the instrument and learn about the history of music. Şagirdlər çox həyəcanlıdırlar. Nə üçün? Musiqi tarixi haqqında öyrənmək üçün, bir də alətləri, instrumentləri görmək üçün. We would appreciate it if you could prepare a short workshop for them. Əgər bizim üçün, onlar üçün qısa bir iş, layihə hazırlasaz, biz çox şad olarıq, məmnun olarıq. Best regards, hörmətlərlə xanım Lane. Baxaq görək bu mətnin, qısa mətnin nə haqqındadır. Mrs. Lane invites Mr. Harris to join the school choir. Xanım Lane cənab Harris'i məktəb xoruna dəvət edirdi. Yox, sadəcə xanım Lane deyirdi ki, bizim məktəbin xoru gələn həftənin 5-ci günü sizin musiqi mərkəzinizə gələcək, baş çəkəcək. Mrs. Lane asks to organize a small workshop for the choir students. Xanım Lane xor şagirdləri üçün kiçik bir iş, layihə hazırlamağı istəyir, təşkil etməyi xahiş edirdi. Düzdür bu. Çünki xanım Lane burada deyirdi axı, ən sonuncu cümlədə kiçik bir layihə hazırlasaz, biz şad olarıq. Cavabımız olar burada B bəndi. Davam edirik. Növbəti. Yəni 70-ci sualımız, yenə short text. Deməli, 70-də. Dear Miss Parker. Dear Miss Parker. Bir saniyə. My son David is currently attending art painting classes at your studio. Mənim oğlum David hal-hazırda sizin rəsm sinifində, sizin studiyada rəsm dərslərində iştirak edir. Unfortunately, due to moving to another city, təəssüf ki, başqa şəhərə köçdüyümüzə görə, he will not able to continue studies, dərslərinə davam edə bilməyəcək o. Please let me know how to get a certificate for the classes is already completed. Xahiş edirəm, mənə məlumat verin ki, mən onun bitirdiyi o dərslərin sertifikatını necə əldə edə bilərəm?
Thank you for your understanding. Anlayışınız üçün təşəkkür edirəm. Your sincerely, səmimi qəlbdən Mrs. Brown, xanım Brown. İndi burada nə deyir mətndə? Deməli, xanım Brown oğlunu hazırda iştirak elədiyi rəsm dərslərindən çıxartmaq istəyir. Çünki başqa şəhərə köçürlər. Sadəcə o bitirdiyi dərslərin sertifikatını almaq üçün məlumat istəyir. Mrs. Brown requests her son to study new art courses next month. Gələn ay öz oğlunu yeni bir incəsənət kursuna başlamasını istəyir. Bu səhvdir. David will continue the art course after moving to another city. David başqa şəhərə köçəndən sonra öz incəsənət kursuna davam eləyəcək, amma o dayandırmaq istəyirdi. Mrs. Brown asks to give information about the certificate for finished lesson. Yəni xanım Brown bitən dərslərin sertifikatı haqqında, əldə eləmək haqqında məlumat istəyir. Bu düzdür. Bitən dərslərin necə sertifikatını əldə eləmək olar deyirdi. 71-ci suala baxaq. On the 5th April 2024, the London Library announced that it would be offering free reading sessions for children and young people every Saturday. Aprelin 5-i 2024-cü ildə London kitabxanası elan edirdi ki, onlar uşaqlar üçün və gənc insanlar üçün hər 6-cı gün oxu sessiyası, pulsuz oxu sessiyası verəcək, təklif edir. A week before the sessions, yəni həmin o sessiyadan bir həftə əvvəl, the library posted on social media and in local newspapers. Yəni onlar sosial şəbəkələrdə və yerli qəzetlərdə bunu kitabxana paylaşmışdı, bildirmişdi. Children were invited to bring their favorite books and read them aloud with volunteers. Yəni uşaqlar özləri ilə sevdikləri kitabı gətirib və könüllülərlə bir yerdə ucadan oxuya bilərlər. Burada cavabımız olacaq nə? Deməli, only adults can join deyir. Yalnız yetişkinlər yox, uşaqlar da qoşula bilərdi. The library asks children to bring their favorite books to their reading sessions. Bu düz idi də. Kitabxana deyir ki, uşaqlara deyirdi, uşaqlardan istəyirdi ki, öz sevimli kitablarını gətirib o oxu sessiyasında oxuya bilərlər. B bəndimiz cavabımızdır elə bizim. Davam edirik böyük mətnimizlə. Time burada tərcüməsini də verib, kəşfiyyatı deməkdir. Is a famous herbal plant widely used in Azerbaijan and around the world. Məşhur bir tibbi bitkidir. Azərbaycanda və bütün dünyada geniş şəkildə istifadə olunur. Elə birinci sualdan baxaq, 72-dən yəni. Time is used to treat health problems, yəni sağlamlıq problemlərini müalicə eləmək üçün istifadə olunur deyir burada. Burada deyirdimi? Hə, məsələn bax, bu şagirdim də üzərində işləyib, altından xətt çəkib. Time is used to treat cold, sore throats and even stomach problems. Kəşfiyyatı soyuq dəyməni, boğaz ağrısını, mədə problemlərini müalicə eləməkdə istifadə olunurmu? Olunur. Burada cavabımız da bir düz olacaq. It grows well in wet and cold places. O nəm və soyuq yerlərdə yaxşı böyüyür deyir, amma o yaxşı böyüyürdü harda? Baxaq görək. Burada deyir, baxın. Time grows in mountains, especially in dry and sunny areas. Quru və günəşli yerlərdə böyüyür. Ona görə bu iki səhv olacaq. People dry time carefully to keep its power. İnsanlar kəşfiyyatını diqqətlə qurudurlar ki, onun gücünü saxlasınlar, gücünü itməsin. Gücü itməsin daha doğrusu. Baxın, burada deyir ki, farmers and herbal sellers, yəni fermerlər və tibbi bitki satan insanlar onu tez-tez diqqətlə qurudur ki, onun itməsin, yəni gücü itməsin. Ona görə burada cavabımız 70-də 1 və 3 Y bəndi düzgün variantdır. 73-ə baxaq. The best quality time is chosen because deyir ki, ən yaxşı, ən keyfiyyətli kəşfiyyatı seçilir nəyinə görə? Baxın, bax, burada qeyd olunurdu, hətta bax, burada veribdir. The best quality time has a clean mountain smell. Yəni, ən yaxşı, ən keyfiyyətli kəşfiyyatının təmiz dağ havası, iyisi gəlir və bright flowers, parlaq çiçəkləri olur, deyir. Burada da bu varianta uyğun olan has a bright color and clean smell. Bu düz olar. Grows only in the northern regions. Yalnız
Şimal regionunda böyüyür deyir. Bu mətndə yox idi. Onun bir neçə böyüdüyü yer verilibdi. Baxın. Western Caucasus, Talış Mountains, Naxçıvan hətta. Yəni Qərbi Qafqazda, Talış dağlarında və Naxçıvanda böyüyür. Ən yaxşı harda böyüyür? Təbii ki, onu demir. Ona görə burada e, ən yaxşısı harda böyüyür? Bunu çıxarıb özü only verib, only olan hissəyə diqqət edin. Only yalnız deməkdir. Yalnız orada böyümür. Has a special aroma from the mountains. Bu düz idi. Dedik ki, dağ qoxusu var idi onun üzərində. Yəni özünün xüsusi aroması, yəni iyisi var. Ona görə burada 1 ilə 3-ü D götürərik. Yəni 73-də cavabımız D-dir. 4 səhvdir. Always is always mixed with other herbs. Həmişə başqa bitkilərlə qarışdırılır deyir. Bu da mətndə belə bir şey yox idi. 74-də baxaq. Mətn nə haqqındadır? Mətn dedik, Time məşhur bir tibbi bitki haqqındadır. Elə burada D bəndi verilibdir. Baxın, a famous herbal plant that is special uses. Yəni məşhur bir tibbi bitki və onun xüsusi istifadəsi. D bəndi olar cavabımız. 75-ə də baxaq. Why is time popular in Azerbaijan culture? Niyə çəkiotu Azərbaycan mətbəxində, daha doğrusu sorry, mətbəx yox, mədəniyyətində məşhurdur? Niyə Azərbaycan mədəniyyətində məşhurdur? Baxaq görək, it's known for its strong smell and healing properties. Yəni onun güclü isinə və şəfalı xüsusiyyətlərinə görə, yəni tibbi xüsusiyyətlərinə görə. Baxın, burada deyir, because of its smell and health benefits. Yəni iyisinə və sağlamlıq faydalarına görə Azərbaycan mədəniyyətində tanınır, məşhurdur. Cavabımız olacaq burada Y bəndi. 76-ya baxaq. Which statement are false according to the passage? Mətnə görə hansı səhvdir deyir. Time is used in tea and cooking. Yəni kəşrotu çayda və yeməkdə, bişirmədə istifadə olunur deyir. Bu düz idi. Bunu harda vermişdi? Baxaq görək. Deməli, çayda və burada baxın. It smells very strong and fresh and many people love it in tea. Əksər insanlar onu çayda və qidada, yeməkdə sevirlər. Ona görə bir düzdür. Bizdən false statement istəyirdi. Yəni səhv olanı istəyirdi. Ona görə biri çıxırıq. It only grows in the Talış Mountain. Yenə burada only sözünü verib. Yalnız Talış dağlarında yetişmirdi dedik. Qərbi Qafqazda da yetişirdi. Məsələn, Western Caucasus və yaxud da Naxçıvanda da yetişirdi. Ona görə bu səhv olacaq. 2-ni götürmürük. Daha doğrusu 2-ni götürürük səhv kimi. It's sold in pharmacies and herbal shops. Apteklərdə və tibbi dükanlarda, tibbi bitki satılan dükanlarda satılır. Baxın, burada altından xətt çəkibdir. Time is not only used at home, but also sold pharmacies and herbal shops. Yəni bu da düzgündür. Cavabımız onda qalır orada. 2 ilə 4. The plant has large flowers, tiny flowers idi. And yellow leaves, green olmalıydı bu. Cavabımız burada 2-4 olur. Listeningi də əldə edən kimi qrupa göndərəcəm. İstədiyiniz qədər baxa bilərsiniz oradan listeningə də. Bu da oldu bizim OTK 9-cu sinifimizin izahı. Hər birinizə uğurlar. Kanala abunə olmağı unutmuruq.